Salam kızlar, yeni vloguma hoş geldiniz. Bugün özel gündür çünkü iki bayram bir aradadır. Hem Novruz bayramı hem de ki Ramazan bayramı. Kızımla oğlumla birlikte markete getdik. Kiçik alışveriş elədik. İstədim sizə alışverişi göstərim. Daha sonra isə bu özel gündə süfrəni necə hazırlayıram və nələr hazırlayıram onu paylaşmaq istəyirəm. Yemək hazırlığına başlayıram. İlk öncə kənd çolpasını doğrayıb onu çığırtma edəcəm. Soyuqlarımı belə doğradım. İndi isə salat üçün hazırlıq görək. Deməli, kökləri doğrayıram. Deməli qızlar, mən kökü belə doğradım. Bunun üzərinə su əlavə edib bişirəcəm. Mən indi paytaxt salatı hazırlayıram. Hər dəfə hazırlayanda belə əvvəlcədən kökü, kartoşkanı ayrı-ayrı doğrayıb bişirirəm. Çünki belə daha səliqəli alınır və rahat olur mənim üçün. Burada oğlum üçün də yemək hazırlayıram. Doyğun bir ətindən atdım. Bu da mənim çığırtmam. Görəyim necə olacaqdır. Yeməyimi qarışdırdım. İndi biberləri istəyirəm əlavə edim. Eyni qaydada kartoşkaları da doğradım. Biberlərimi doğrayacağım. Her bir şey gördüğünüz gibi doğradım, serpeliyorum. Və biraz mayonez və əsaslı smetan. Mən bunları qatıram, qarışdırıram, çox dadlı alınır.
En sevdiyim adətlərimizdən biri də papaq atlıdır. Bizə papaq atmışdılar. Yenə mən onları doldurmağa çalışıram aldığımız şirniyyatlarla. Bu bizdə 4-cü, 5-ci papaq səhv etmirəmsə. Yaxşı ki deyirəm, bu adətlərimiz qalıb. Və bu da mənim bayram süfrəm. Çox yemək hazırlamadım, çünki evdə olmayacaqdıq deyə. Kiçik hazırlıqlar gördüm. Orada gördüyünüz kimi şahplov da eləmişdim, amma balaca eləmişdim. Çünki 2 nəfər idi evdə. Çox böyük hündür eləmək istəməmişdim. Bir daha bayramımızı təbrik edirəm. Sizə neçə belə gözəl bayramlar arzu edirəm. Sağ olun, salamat qalın.